Bana Steam kartını telefona koyuş 1.192.000 plat çatır. İstərəm şimdi plat düşünmədəsiniz də videonun axırına görünlər, nə o yapıb duranlar məsələn düşündürüb ötəməm. Demək ki, olmasa əmməyə danış, biləsilər, köp adam düşünməyir, köp adam düşünədir. Mən özü usta adamım, mini vəclərini tənəfəni işlənmə, lekin yenə büyün başıma düşdü. Mən qızıqmadım bu vəcə. Özüm də yenə şəxsən iPhone 2000 aldım, yaxında İMEY-dən ötməyən, mən indi bir 300-400 min son bilen İMEY-də ötürüb biləməndə boylab aldım. Büyün yenə İMEY-yə girdim, girəcəkədim, anketini doldurdum, taşadım, pullar nəsə gəldi, çeki, pul töləşim gərək. Qaradan 1.192.000, başqana telif vurdum. Şimdi vəziyyət, mən telefonum taza 2020-ci ildə işləb çıxarılan telefonuma aiddir. Nə üçün bunu bot tutdu desəm, bu dedi, bazağa dedi, 300 neçə dollar bob girtiliyəndə də şunu 30%-dən töl istədi. Pullar, açacağım. Çaton borcundan qəti nəzər, misal üçün, telefon 1 milyon mu? 300 min son töləb, İMEY-ə ötürəsə. 1000 dollar mı? 300 dollar töləb, İMEY-ə ötürəsə. İMEY-əni işə ötürədiysə. İMEY-ə aeroporta gələsə, deklarasiya doldurasılar. Ana, keyin deklarasiya xalasına da şurada pul töləsə, xalasına da çıxıb paymedən klikdən pul töləsəyində boladı. Yox, indi köpçülük bərabər düşüncə bir ailəsinin sağlanıb gələdidən deklarasiya gərəkmidi, uyumda dolduramadı, sən də üzün saytı var. Saytına girəsə, deklarasiya doldurasa, ana keyinslərə invoice mu, shot nomeri gələdi, az shot nomeri pulunu töləsə, İMEY-ə ötədi. Çünki ayçaqım, mən vəziyyətə düşməsi üçün İMEY-dən teşkiribanla ötməyən mi? İMEY pulunu qaytıb, arzularaq baxada anlar. Ötkən bolsa, həzrəti balıb işə təvənglə. Məni görüb, güzət batıranlarınız üçün, kollaq batlayıb duranlarınız üçün kətdə rəhmət. İMEY-dən ötürülmü yürügənlər, həmməsinə işi videonu təşəkkür koyunlar. Like, podpiskanı ayırmanlar. Rəhmət istərək güzət batıranlarınız üçün.